Çahlı 1931. Doğum günü, doğum yeri Bakı, Azərbaycan SSR, Zaqafqaz SSR. O Azərbaycanın ən yaxşı rəssamlarındandır. Onlar həm də mənzərə ustası deyirlər və o 1974-cü ildə 14 oktyabrda vəfat Haqqında yazmısan? Maral Rəhmanzadə Azərbaycanın ən gözəl ilk qadın rəssamlarından biridir. Buyur. Maral Rəhmanzadə professional rəssamlıq təhsili almış ilk Azərbaycanlı Ay, qadın sağ ol. rəssamdır. Onun yaradıcılığı Azərbaycan qadın və sənaye mövzularının vəhdətini təşkil edir. O 1909-cu ildə Bakı Onları oxuma. Sonra nə yazmısan? Dəqiq şəxsi həyatı ilə bağlı digər O şeylər yazmısan. əsasən təbiət mənzərələrini Ay, sağ ol. təsvir edən sənətkar kimi tanınır və Azərbaycan rəngkarlığında xüsusi yer tutur. Onun əsərlərində doğma torpağın gözəlliyi, dağlar, çaylar və kənd mənzərələri çox canlı və rəngarəng şəkildə əksləşdirir. Danış. Arif Hüseynov 1943-cü ildə 30 oktyabr Bakının Qala kəndində anadan olmuşdur. 1962-ci illərdə Əzim Əzizzadə adına rəssamlıq məktəbinə orta ixtisas, 1965-1973-cü ildə Azərbaycan təsvir sahəsində özünə məxsus üstün malik rəssamlardan biridir. O 1909-cu ildə Bakının Əmircan kəndinə anadan olmuşdur. Səttar Bəhmuzzadə. Səttar Bəhuzad haqqında yox, Tahir Salov haqqında biraz oxu. Öyrənmisən özdə. Sakin. Tahir Salavov sərt üslubun yaradıcısı olmuşdur. Onun atası həbsdə olduğu üçün onu xalq Ay, sağ ol. Gözəl bir hissə, bəli. ona görə də onu istədiyi ali məktəbə qəbul etmirdilər, amma o inadkarlığı ilə tanındı və daha sonra istədiyi universitetə qəbul oldu. Onu Azərbaycan incəsənəti üsyançısı deyir. Mircavadov haqqında, hə? Bəli. Da. Sovet vaxtı hamı eyni cür rəsm çəkəndə o öz bildiyi fərqli və qəribə Bəli, bəli. O Abşeronun çələrində qədim simvollar və insan duyğularını çəkib, rəsmləri biraz nağıllardan Doğum tarixi 22 yanvar 1892 Naxçıvanda anadan olmuşdur. Onun vəfatı 7 fevral 1922 Naxçıvandır, 30 yaşında vəfat etmişdir. Onun 100-dən çox əsərləri olmuşdur. Ən məşhur portreti Qaçqınlar 1920 olmuşdur. Ağa Cəfəroğlu Mehdiyev, Ağa Mehdiyev 21 mart 1920-ci ildə Laçında anadan olub. Təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. Polşa, İspaniya, Türkiyə, Rusiya, ABŞ, Misir və İraq və digər ölkələrdə nümayiş etdirilib. 15 may 2003-də vəfat etmişdi 80 Azərbaycan görkəmli xalq rəssamıdır. Aydın Rəcəbov Rəssamlar İttifaqının dekorativ tədqiqi sənət bölməsinin rəhbəri olub. Doğum tarihi 9 aprel 1944-cü ildir. Fərman Bəyov 1930-cu ildə olub, 2012-ci ildə isə vəfat etmişdir. Azərbaycanın və SSR-nin xalq rəssamı, dövlət mükafatları laureatı. O Azərbaycan rəngkarlığında milli kolorit və modernizmi birləşdirən ən parlaq simalardan biridir. Elvan Mikazzadə Vidayət 18 yanvar 1956-cı il Əmircan Azərbaycanın xalçatı və rəssam, Azərbaycan xalq rəssamı 2018-ci il